Əgər qrafda şəhərlərin bir-biri ilə əlaqəsini və yolları göstərən xəttlərin üstündə ədədlər yazılarsa, belə qraf nə adlanır? Əgər qrafda şəhərlər arasında hər hansı bir yol, qiymət, çəki varsa, bu çəkili qraf adlanır. Doğru cavabımız C. Kompüter mərkəzi prosessoru hansı əsas hissələrdən ibarətdir? Kompüter mərkəzi prosessoru hesab, məntiq və idarə etmə blokundan ibarətdir. Yəni mərkəzi prosessor həm verilən informasiyanı emal edib hesablayır, həmçinin digər qurğularla əlaqə qurub digər qurğuları idarə edir. Yəni idarə etmə blokudur. Doğru cavabımız D. Aşağıdakı bərabərliklərdən hansı yanlışdır? Bizə müxtəlif bərabərliklər verilib. Bayt, kilobayt, bit, kilobayt. Bunları yoxlamaq lazımdır. 1 kilobaytımız 1024 baytdır. Bu da 210 edir. Deməli, bu doğrudur, yanlış deyil. Çünki bizə yanlışı soruşur. 223 bit 128 kilobayt edir. Xeyr, 223 bitimiz 128 kilobaytı bitə çevirsək və yaxud da 223 biti kilobayta çevirmək istəsək 213-ə bölməliyik. Olacaq 210 kilobayt. Elə yanlış olan cavabımız da budur. B variantı. 1 GB-ımız 230 bayt edirsə, 8 GB-ımız 233 bayt edir. 8-ci cavab doğru, C variantı doğrudur. 1 TB-ımız 240 baytdır. Bu da doğrudur. 1 MB-ımız 1024 kilobaytdır. Yəni 210 kilobaytdır. Bu da doğrudur. Yanlış olan, yəni doğru cavabımız B'dir. Verilmiş qonşuluq matrisinə əsasən qraf qurularsa neçə tili olacaq? Burada bizdə qonşuluq matrisindəki tillərin sayını soruşur. Ümumiyyətlə til nədir? Əgər A-dan B-yə, məsələn, A təpəsindən B təpəsinə 9 gedib, həmçinin B-dən A-ya da 9 ölçü var, tilimiz var. Deməli, bu artıq tildir. Yəni, gedib qayıdan yollar til olur. Həm A-dan B-yə, həm də B-dən A-ya gedə bilmişik. Və yaxud da A-dan C-yə 2-dir, C-dən də A-ya 2-dir. A-dan Y-yə 2-dir, Y-dən də A-ya 2-dir. Deməli, bunların gedib qayıdan yollar olduğu üçün bunlar til adlanır. Ümumiyyətlə, verilmiş qonşuluq matrisində baxırıq, diaqonal boyunca simmetriya yaranıbsa, baş diaqonal nəzərən 9, 9, 2, 2, 10, 6, 15, 12, 3, 7, 4, 11. Deməli, burada bu qraf tillərdən təşkil olunmuşdur. Biz simmetriya olduğuna əmin olduq. İndi isə yalnız bütün tilləri sayıb 2-yə bölməklə bütün yolları sayıb 2-yə bölməklə ümumi tili tapa bilərik. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Bizim bir tərəfdə 10 ədəd qiymətimiz varsa, deməli digər aşağı tərəfdə də 10 ədəd qiymətimiz olacaq. Çünki qonşuluq matrisi simmetrikdir, belə deyək. Yəni yollarımızın sayı 10 olacaq. Doğru cavab Y. Bizə belə bir ədəd verilib, ikili say sistemində və onluq say sistemindən çevirin. İkili say sistemində ədəd verilib, ikilikdə. İkili say sistemində onluğa keçid istəyir. Hər hansı ikili say sistemindən onluq say sisteminə keçid etmək üçün ədədin üzərində qüvvətləri yazıb hesablama aparmalıyıq. 1-in üzərində yerləşir 2 üstü 4, yəni 1 olsun 2 üstü 4, üstəgəl 1 olsun 2-nin kubu, sıfırları atırıq, 1 olsun 2 üstü 0. 16, 8 və 1. 25. Onluqda doğru cavab variantımız D olacaq. Təhsil müəssisəsi yalnız şagirdin orta qiymətini verir, lakin onun hansı fəndən zəif və ya güclü olduğunu göstərən qiymətləri vermir. Bu halda informasiyanın hansı xassəsi pozulur? Hansı söz olacaq? Bu hal informasiyanın xassəsi pozulur. Burada tamlıq xassəsi pozulub, çünki bizə zəif və güclü olduğunu göstərib, amma tam olaraq hansı qiymətlərlə zəif və güclü olduğunu bilmədiyimiz üçün bizə informasiya tam verilmir. Bu zaman tamlıq xassəsi pozulmuş olur. Doğru cavab A. Verilənlər hansı ardıcıllıqla emal olunur? Verilənlərin ardıcıllığı giriş emal, giriş verilənlər
ilk öncə emal olunmaq üçün verilənlər daxil edilir. Daha sonra verilənlər emal edilir. Emal edildikdən sonra çıxışa verilir. Deməli, ardıcıllıq olacaq C variantı. Bit informasiya vahidi nəyi göstərir? Bit informasiya vahidi informasiyanın ən kiçik hissəsidir. Yəni, ən kiçik informasiya ölçüsüdür. Doğru cavabımız B. 8-li say sisteminin əlifbasına neçə müxtəlif simvol daxildir? 8-li say sisteminin əlifbası təbii ki, 8 müxtəlif simvol da daxildir. Çünki əlifbanın gücü ilə belə hesablasaq, əgər əlifbada 8 simvol varsa, burada 3 bitlə kodlaşdırılsa belə, burada 8 müxtəlif simvollar olur. Yəni, doğru cavabımız D. Bu üsuldan istifadə etməsək belə, 8-li say sistemi 0-dan 7 daxil olmaqla simvollardan təşkil olunduğu üçün, yəni 8 ədəd simvolumuz olacaq. Basketbol komandasının Səbinə, Günay, Ayan, Zərifə, Samira adlı 5 oyuncusu hündürlüklərin artma sırası ilə müqayisə edilmişdir. Müqayisə nəticələri artma sırası ilə aşağıdakı kimidir. 1. Ayan, Zərifə, Günay. Ardıcıllığı qeyd edək. Ayan, Zərifə, Günay. İkinci şərtdə yazıb. Zərifə, Günay, Səbinə. Deməli, Zərifə, Günaydan sonra Səbinəyə gəlib. Samira, Ayan, Zərifə. Samira isə Ayan və Zərifədən öncə gəlib. Bu oyunçular hündürlüklərin azalma sırası ilə düzüldükdə Ayan neçənci yerdə olacaq? Bu artma sırasıdır. Yəni, artma sırası ilə 1, 2, 3, 4, 5. Bu formada olarsa, azalma sırası ilə düzülsə 3, 4, 5. Bu zaman Ayan 4-cü sırada olacaq. Hündürlüklərin azalma sırası ilə düzülərsə, Ayan 4-cü yerdə duracaq. Doğru cavabımız Y. Vektor qrafik təsvirin ən kiçik obyekti nə adlanır? Vektor qrafik təsvirin ən kiçik obyekti xəttdir. Raster qrafikası piksellər, nöqtələrdən, vektor isə xətlərdən, fiqurlardan ibarətdir. Doğru cavabımız A. 4096 bit neçə baytdır? 4096 bit bərabər 212-dirsə və 212-ni bölsək, 1 baytımız 8 bitdir. 1 bayt bərabərdir 8 bitə. 4096-nı 8-ə bölməliyik. Bu da olacaq 2 üstü 9. Yəni 512 bayt. Doğru cavabımız C. Qrafda bir təpədən çıxan tilin yenidən həmin təpəyə qayıtmasına nə deyilir? Məsələn, belə bir qraf verilib bizə. Bu qraf bir-birinin əlaqəlidir, amma bəzi yollar özündən çıxıb və birbaşa özünə qayıdır. Buna da ilgək deyilir. Doğru cavabımız B. Aşağıdakılardan hansı Skynevin növüdür? Skynevin növü matrisli, lazerli, şırnaqlı printerin növləridir. Həmçinin Term2 də printer növüdür. Ştrix kod, yəni barkodları oxutmaq üçün olan Skynevlərdir. Doğru cavabımız D. Kompüter qrafikasında bir pikselin rəngini kodlaşdırmaq üçün 5 bit yaddaş sahəsi ayrılmışdır. Bu rəng dərinliyi ilə bir monitor eyni anda maksimum neçə fərqli rəngi göstərə bilər? Burada rəng saları və rəng palitrası yaddaşa salmalıyıq, yadımıza salmalıyıq. Rəng palitrası nədir? Rəng palitrası 2 üstü n qədər rənglərdən təşkil olunmuşdur. Burada n isə rəng dərinliyidir, yəni bitlə ölçülür. Bizə deyir ki, əgər bizim kompüter qrafikasında bir pikselin rəngini kodlaşdırmaq üçün 5 bit yaddaş sahəsi ayrılıbsa, deməli biz 2 üstü 5 ilə kodlaşdırmalıyıq. Bu rəng dərinliyi bir monitor eyni anda maksimum neçə fərqli rəngi göstərə bilər? 2 üstü 5 də olacaq 32. Yəni 32 müxtəlif rəngi göstərə bilər. Doğru cavabımız A. Say sisteminin əsası anlayışı say sistemində nəyi ifadə edir? Say sisteminin əsası say sistemində olan simvolların sayıdır. Yəni burada əlifbadakı simvolların sayını. Məsələn, onluq say sistemində 0-dan daxil olmaqla 9-a dək
Yəni 10 ədəd simvol var və yaxud ikili say sistemi 0 və 1-lərdən təşkil olunub. Yəni 2 ədəd simvol var. Say sistemin əsası əlifbadakı simvolların sayını bildirir. İnformasiya mənbəyi və qəbul edicisini müəyyən edin. Ayxan özünə telefon almaq üçün saytdan telefonlara baxır. Burada Ayxan özünə telefon almaq istəyirsə, Ayxan qəbul edicidir. Sayt isə mənbədir. Baxın variantlarda B variantı doğrudur. Çünki Ayxan oradan telefonları baxır, özünə informasiya toplayır. Sayt isə Ayxana informasiya ötürəndir. Deməli, sayt mənbə, Ayxan isə qəbul edici olacaq. Doğru cavabımız B. Elektron hesablama maşını ifadəsi Unicode kodlaşdırmada neçə bit yer tutub? Unicode kodlaşdırmasında bir simvol əgər bitlə soruşursa 16 bitdir. Yəni 2 bayt. 16 bit. Biz indi simvolların sayını saymalıyıq. 1, 2, 3, 4, 5, 6, 7, boşluq 8, 10, 12, 14, 16, 17, boşluqla bir yerdə 18, 20, 22, 24. 2, 4, 6, 8, burada 9'dur. 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, boşluğa qədər 19, bu boşluğa kimi 20, 21, 22, 23, 24, 25. Cümlədə, yəni elektron hesablama maşını cümləsində 25 simvolumuz var. Bir simvolumuz isə 16 bitdir. Yəni 25-i 16-ya vursaq, alarıq 400 bit. Doğru cavabımız Y. 8-li say sistemində 357 ədədindən əvvəl və sonra gələn ədədlər öz say sistemində hansıdır? Öz say sistemində dedikdə, yəni 8-likdə soruşur. 357-dən əvvəlki gələn ədəd 357-dən 1 çıxsaq 356 edəcək. 357-dən sonra gələn ədəd 357-nin üstünə 1 gəlməliyik. 358 ola bilməz, çünki 8-li say sistemində iştirak edə bilməz. Bunun üçün toplayaq, göstərək sizə. 7-nin üzərinə 1 gəldikdə 8 edir. 8-li say sistemində olmadığına görə 8 0 yazırıq, 1 yadda. 5, 1 də yadda oldu 6, 3 də gəldi yerində. 360. Cavab olacaq 356, 360. Y variantı. Aşağıdakılardan hansı kompüterin təməl qurğularına aid deyil? Kompüterin təməl qurğusu dedikdə 4 qurğu nəzərdə tutulub. Sistem bloku, monitor, klaviatura, siçan. Printer kompüterin təməl qurğusuna aid deyil. Doğru cavab D. İnformasiya daşıyıcısını müəyyən edin. Məktub, karandaş, çanta, şam, qutu. Karandaş informasiya yazılır, bu heç bir özündə informasiya daşımır. Çanta içində hər hansı bir əşya daşıya bilərsən, amma informasiya daşıyıcısı deyil. Qutuda da hər hansı bir əşyalarımızı, ləvazimatımızı yığa bilir, amma informasiya daşıyıcısı deyil. Şam isə hər hansı bir əşyadır. Məktub isə biz orada informasiya daşıyıcısı deyə bilərik. Yəni informasiya daşıyıcısı dedikdə orada hər hansısa bir mətin, ədəd, səs, video, hansısa bir tipli informasiyanı saxlaya bilərik. Burada məktub ola bilər, kağız, vərəqlər ola bilər və yaxud da yaddaş qurğularından istifadə edə bilərik daşıyıcı kimi. Doğru cavabımız olacaq A. Məktub. Maddi model anlayışına aid olmayan variant hansıdır? Küçənin plastilin maketi. Ümumiyyətlə, maddi model dedikdə maketlər, qurulmuş fiziki formada olan əşyalar hər biri maddidir. İnformasiya modeli isə sözlə təsvir, yazılı formada təsvirlər, yəni söz, yazı, sxem, cədvəl, diaqram, şəkil, qrafik təsvirlər, bunların hər biri informasiyadır. Maket fizikidir. İnsan skeletinin nümayişi üçün hazırlanmış surəti, yəni insan skeleti bənzəri fizik maddidir, fiziki formadadır. Binanın kiçik taxta modeli, taxtadan hazırlanmış maket maddidir. Avtomobilin külək tuneli üçün hazırlanmış maketi, bu da maddidir. Amma məhsulun qiymətlər siyahısı, burada siyahı tutulubsa hər halda yazılı formada nələrsə yazılıb, qiymətlər yazılıb. Bu isə informasiya modelidir. Maddi model deyil. Doğru cavab B.
0-4-8 rəqəmlərindən rəqəmləri təkrarlanmaqla neçə fərqli 3 rəqəmlə də düzəltmək olar? 0-4-8 rəqəmindən deyir bizə. Təsəvvür edək ki, 3 rəqəmli bir 3 rəqəmli bir ədəd üçün belə bir maket düzəldək. 0-4-8 3 rəqəmli ədədimiz 0 ilə başlaya bilməz. Ya 4 ya 8 rəqəmindən istifadə edə bilərəm. Yəni 2 rəqəmdən istifadə edə bilirəm yalnız. Üçüncü hissədə rəqəmlər təkrarlanmaqla deyir. Yəni heç bir qarşımıza şərt qoymur ki, rəqəmlər təkrarlanmasın. Bunun üçün hər 3 rəqəmin üçünü də istifadə edə bilərəm. Sonda da hər 3 rəqəmi istifadə edə bilərəm. Bunların hasilini tapsaq, 2 vur 3 vurulsun 3 edəcək 18. Deməli, 18 müxtəlif 3 rəqəmlə də düzəltmək mümkündür. Cavab 18. Aşağıdakı siyahıda verilmiş qurğulardan hansılar giriş qurğusudur? Skyner giriş qurğusudur 1. Plotter çıxış qurğusudur. Monitor çıxış qurğusudur. Mikrofon giriş qurğusudur. Printer isə çıxış qurğusudur. Doğru cavab 1, 4. A məntəqəsindən K məntəqəsinə neçə müxtəlif yolla getmək olar? A məntəqəsindən K məntəqəsinə soruşur. İlk başlayaq bir yolla. A-dan bütün təpələrə yalnız bir yolla getmək mümkündür. B-yə yalnız bir yol gəldiyi üçün bir yolda çıxıb. C-yə gələn yolların sayı 2-dir. Həm B-dən, həm A-dan gəlib. Çıxan yollara da 2 yazırıq. Y məntəqəsinə 2 yol gəldiyi üçün çıxan yollara 2 yazdıq. D məntəqəsinə 3 yolla gəlmişik. C-dən 2, B-dən isə 1. Cəmi 3 yolla da çıxmış oluruq. F məntəqəsinə həm Y-dən, həm A-dan, həm də D-dən gəlmişik. 3, 4, 2, 6 yolla da çıxmış oluruq F məntəqəsindən. P məntəqəsinə həm F, həm də Y məntəqəli təpələrindən gəlmişik. 8 yolla çıxmış oluruq. K məntəqəsinə isə həm P-dən, həm F-dən, həm də D məntəqəsindən gəlirik. 8 üstəgəl 6 üstəgəl 3. O da bərabərdir 17. Doğru cavabımız olacaq 17. 16-lıq say sistemində verilmiş ən kiçik 3 rəqəmli ədədlə 8-li say sistemində verilmiş ən böyük 2 rəqəmli ədədin cəmini 10-luq say sistemində təsvir edin. 16-lıq say sistemində verilmiş ən kiçik 3 rəqəmli ədəd olacaq 100. 16-lıqda və 8-li say sistemində verilmiş ən böyük 2 rəqəmli ədəd isə 77-dir. 8-likdə. Bunların cəmini tapmalıyıq. 116-lıqdan 10-luğa keçirtsək, 10-luq say sistemi, çünki bizdən sonda 10-luq say sistemində istəyir. Üzərinə qüvvətlərini yazsaq, 16 üstü 0, 16 üstü 1, 16 üstü 2, sıfırlar ixtisar olunur. Qalacaq 256. 10-luqda. 77-ni 8-li say sistemindən 10-luq say sisteminə çevirmək istəsəm, 8-i 7, 56 üstəgəl 7, 63. 10-luqda. Cəmini tapsaq 9, 1, 3, 319. Cavabımız olacaq 319. Uyğunluğu müəyyən edin. İnformasiyanın növü və informasiyanın təqdim edilmə forması, informasiya prosesləri. Bizə 3 cür uyğunluq verilib. İnformasiya növləri hansılardır? Duyğu və orqanlar vasitəsilə aldıqlarımız, məsəl üçün dad, qoxu informasiyanın növüdür. Biri olacaq B, D. İnformasiyanın təqdim edilmə forması. Biz informasiyanı mətin, video, şəkil, səs, ədədi formada təqdim edə bilərik. Burada da A ilə Y verilib. A və Y. İnformasiya prosesi isə informasiyanın toplanması, ötürülməsi, saxlanması və emalıdır. Yəni C variantı. 1BD, 2AY, 3C. 1. USB flash sürücüsündə 64 KB yer boşdur. Rəng dərinliyi 4 bit olan və 128-in 256 ölçüsündə neçə belə şəkil bu boş sahədə yerləşə bilər? Bunun üçün nə edirik? Əvvəlcə şəklin ölçüsünü tapaq. Şəklini bilirik ki, A vurulsun B, düsturumuzdur, vurulsun dərinliyi. Yəni, eni, hündürlük, piksellərin sayı vuranda rəng dərinliyinə bərabər edir həcmə. Bizə də şəklimizin ölçüsü 2 üstü 7, vur, 2 üstü 8. Bu da vurulsun rəng dərinliyi 4 bitə. O da bərabər olacaq.
Və bizdən sonda cavabı kilobaytla istəyir. Kilobaytla istədiyi üçün aldığımız cavabı 2 üstü 13-ə bölməliyik. Çünki 1 kilobaytımız 2 üstü 13 bitdir. 2 üstü 13 bit. Burada olacaq 2 üstü 2 də yazsaq 4-ə. 2 üstü 17 bölünsün. 2 üstü 13 qalacaq 2 üstü 4. Yəni 16. İndi biz həcmimizi tapdıq. Bir şəklimizin həcmi 16 kilobaytdır. Yazıram, bir şəkil bərabərdir 16 kilobayt. İndi bizim USB flash sürücümüzün həcmi 64 kilobaytdırsa, yəni yaddaşımız 64 kilobaytdırsa, bu neçə şəkil yerləşər? Bunun üçün 64-ü bölməliyik 16-ya, olacaq 4 şəkil. Cavab 4 şəkil olacaq. Unicode sistemində kodlaşdırılmış 2 hissəli məlumatın birinci hissəsindəki simvol sayı ikinci hissəsindəkindən 4 dəfə çoxdur. Məlumatın ümumi həcmi 150 bayt olarsa, birinci hissədəki simvol sayını tapın. Deməli, məlumatımız 2 hissədən ibarətdir. Birinci və ikinci. İkinci x-dır ki, birinci 4x-dır. Çünki 1 2-dən 4 dəfə çoxdur. Ümumi həcm isə 150 baytdır və Unicode-da hesablanıb. 4x təcəl x bu 2-yə bərabərdir 150, 5x bərabərdir 75, x də olacaq 15. Deməli, 15 bizim x-imizdir, yəni ikinci səhifədə 15-dir. İkincidə 15-dirsə, birincidə olacaq 15 vur 4, 60 simvol. Doğru cavabımız 60 simvoldur. 25 tili olan ağacın neçə təpəsi vardır? Təpələrlə tillərin hasilini tapın və cavabı ruh məqamları ilə göstərin. Biz bilirik ki, təpələrimiz tillərimizdən bir vahid çoxdur. Yəni, təpə bərabərdir til üstəgəl 1-ə. Bizim tillərimizin sayı 25-dirsə, deməli təpəmizin sayı olacaq 26. Təpə və tillərin hasilini tapın. 25-i vuracağıq 26-ya, cavab olacaq 650. Təpə və tillərin hasili oldu 650. İndi Roma sayı sistemində istəyir bizlər Roma məqamları ilə. 650-ni mən 500, üstəgəl 100, üstəgəl 50 kimi yaza bilərəm. 500-ümüz olacaq D, 100-ümüz olacaq C, 50-miz də olacaq L. D, C, L. Doğru cavab.